Papağım biraz yuxarı elə. Hamıya salamlar olsun. Xoş gördük hamınızı. Bugün hava belədir. Dünənkindən də pisdir. Yağış yaman pis yağır. Dumandır. Sabah bundan da pis olacaq deyirlər. Havaya baxmışam. Bütün gün lap pis yağış yağacaq. Amma 4-cü gündən inşallah açılmalıdır hava. Görək. Pilisosluyub qutarandan sonra da belə bundan belə eləyirəm. Tüklərini yığmaq üçün. Tüklər yığılır bura, görürsüz. Bizdə hamının saçı uzundur. Evdə nə qədər uzun saçlı adam var, ona görə həmişə belə eləyirəm ki, tükləri yığım. Baxın artıq nə qədər çıxdı. Bugün kukuşka piroqu eləmək istəyirəm. Evdə cem var idi. Ona görə dedim hazırlayım. Həmişə bunu cem olanda eləyirəm. Artıq neçə ildir? 10 ildən çoxdur mən bu piroqu eləyirəm. Bunu birinci dəfə baldızımda görmüşdüm. O eləmişdi. Çox xoşlamışdım. Ondan sonra ondan reseptini götürdüm. Hər dəfə eləyirəm. Uşaqlar da sevirlər. Sara da xoşlayır. Yəni o balacadır, hələ hər şeyi sevmir, amma bu şirniyyatı da çox sevdi. Piroqu yeyir həmişə. Ona görə dedim evdə cem var, bundan eləyim. Uşaqlar da yesinlər, məktəbə də aparsınlar. Həmişə fikirləşirəm ki, nə eləyim ki, onları məktəbə də aparsınlar. Axır vaxtı çox eləyə bilmirəm. Sara biraz dəcəlləşib, kürləşib. Eləcə deyir ki, dur mənim yanımda, heç nə eləmə. Ona görə çox eləyə bilmirəm. Amma belə evdə cem olduğu üçün dedim artıq nəsə hazırlayım. Uşaqlar məktəbə aparsınlar. Bunu piroqu eləyirik. Belə indi özünüz videoda görəcəksiniz xəmirini necə eləyirəm. Amma xəmirinə yumurtanın ağını qatmıram, saxlayıram. Onu ayrıca çalıram. İçinə cem qatıram. Onu xəmirin üstünə yaxıram. Sonra da xəmirdən də saxlayıram qıraqda. Hamısını listə yaymıram. Listə yaydığımı biraz belə xəmiri yumuşaq olmalıdır. Piroq xəmiri kimi elə olur. Amma mən biraz da saxlayıram qabda xəmirdən. Sonra onun üstünə təzədən un qatıb onu bərk eləyirəm. Artıq peçenye xəmiri kimi bərk olur ki, onu çörkadan çəkmək olsun. Sonra onu çörkadan çəkirəm həmin o bezənin üstünə, yumurtanın ağından ki, cemini eləyib üzünə yaxıram piroqun. Sonra o elədiyim bərk xəmiri onun üstünə çörkadan çəkirəm. Eləcə qoyuram bişir.
Çox yaxşı dadlı bir piroq alınır. Siz də istəsəz eləyə bilərsiniz. Piroqun adı kukuşkadır. İnternetdə də YouTube'da vursaz kukuşka piroqu o çıxacaqdır resepti. Ola bilər bəlkə nəsə başqa cür eləyirlər. Amma mən belə baldızımla götürmüşəm reseptini. Həmişə də belə eləyirəm. Çox da qəşəng alınır. Hətta mən bu dəfə həmişə mən möcüzə yağı ya final yağı belə işlədirəm paçka yağlardan. Bu dəfə elə evdə o nehrə yağın çiyə almışdıq, çiyə əritdik. Yarısında saxlamışdıq, biraz saxlamışdıq ki, belə şirniyyat eləyəndə işlədək. Dondurucuya qoymuşuq. Onu əritdim, vurdum. Onunla da çox qəşəng alındı. Yəni demək istəyirəm ki, yəni fərqi yoxdur hansı yağdır. Hansı yağdan istəsəz işlədə bilərsiniz. Çox da yaxşı alınır, fərqi yoxdur. Yəni duru yağ işlətməmişəm, duru yağı deyə bilmərəm necə olur. Amma belə fərqi yoxdur, hansı paçka yağı ya belə çiyədən işlətsəz qəşəng də alınacaqdır. Bir də piroqu listə qoyanda mən listə yağ vururam, duru yağ, şotqanla onu yayıram bütün listə. Bir də üstündən un da tökürəm ki, artıq əmin olum ki, o ora yapışmayacaq, rahat çıxacaq bişəndən sonra. Xəmiri də qoyandan sonra qaşıqla elədim, yaymaq istədim, gördüm yox, qaşıqla yaxşı yayılmır. Biraz yapışan xəmir oldu, ona görə əlimi una batırdım, unla yaxşı yayıldı. Əlimi una batırdım, yaydım, onda çox yaxşı yayıldı. Bir də mən vanil çox işlədirəm şirniyyat işlədəndə. 2 dənə, 3 dənə qatıram bir şirniyyata. Çünki indiki vanillərin elə bir nə dadı, nə iyi yoxdur. Ona görə çox qatıram ki, biraz heç olmasa iyi olsun. 2 dənəsini xəmirinə qatdım, 2 dənəsini də yumurtanın ağın çalanda qatdım ki, dadı yaxşı olsun. Burada da gördüyünüz kimi mən xəmirdən qabda biraz saxladım. Tamam hamısını tökmədim listə. İndi ona da görəcəksiniz, ona da təzədən un qatdım. Bəlkə bir xəmir eləyirəm ki, onu çorkanın üstünə rahat çəkə bilim.
Günorta yeməyinə də qazan kotleti elədik. Ona tava kotleti də deyirlər. Biz qazan kotleti deyirik buna. Və qazan kotletinə biz heyva da qatırıq. Heyva doğrayıb belə qoyuruq içinə. Dadı çox qəşəng alınır. Həmişə heyva olanda evdə onu eləyirik. Heyva olmayanda da adi elə belə qazan kotleti eləyirik. İndi mən sizə çəkmişəm necə eləyirik. Amma ki, axırda onu çəkə bilmədim bir dənə ki, bişənə yaxın biz tomatı, pomidoru yağda qovuran kimi eləyib tökürük üstündən. O başqa bir dad verir. Onu çəkə bilmədim bir dənə. Amma başqa hər şey necə tava kotletini eləyirik, elə eləyirik. Sadəcə heyva qoyuruq içinə. Bilemem. Sara. Bas. Ya, az olsa dökeceğim. Yani şimdi dökeceğim.